İngilis dilində A1 səviyyəsində ən vacib 20 cümlə. İkinci hissə. I wake up at 7 o'clock. Mən saat 7-də oyanıram. I go to school, university. Mən məktəbə gedirəm və ya universitetə gedirəm. I eat breakfast. Mən naharımı edirəm, naharımı yeyirəm. Eat. I do my homework. Mən ev tapşırıqlarımı edirəm. Daha sonra I play with my friend. Mən dostlarımla oynayıram. I like English. Mən ingilis dilini sevirəm. Language də yazaq. Daha sonra I don't like fast food. Mən tez hazırlanan yeməkləri xoşlamıram, yəni fast food yeməkləri. Daha sonra I can swim. Bacarmaq, bilmək, can. I can swim. Mən üzməyi bacarıram. I can't, inkar versiyası. I cannot. I can't drive. Mən sürməyi bacarmıram. I want to learn English. Mən öyrənmək ingilis dilini. Mən ingilis dilini öyrənmək istəyirəm. Daha çoxunu öyrənmək üçün pulsuz WhatsApp qrupuna qoşulub yararlana bilərsiniz. Sağ olun, sağlıqla qalın. WhatsApp qrupuna qoşulmaq üçün biodakı linkdən keçid edin.